Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə evdə kazinak reseptini paylaşacağım, evdə hazırlanan. Bunun üçün bizə lazım olacaq 1 stəkan küncüt. Mən küncütlə hazırlayıram. Bu küncütü belə biraz qızartırsınız. Yəni durmadan qarışdırın ki, küncüt tez yanır. Tavanın altı biraz qalın olsa daha yaxşı olar. Az xodda qızartırsınız biraz. Sonra isə 1 stəkan şəkər tozunu elə həmin tavaya əlavə edib, yəni küncütü götürmüşəm başqa bir qaba. Şəkər tozunu da əridirəm. Yenə də az xodda əridin ki, şəkər tozu əriyəndə yanmasın, yanıq dadı verməsin. Baxın, belə yavaş-yavaş qarışdıra şəkər tozunu tam əridirik. Siz bunu simiçkayla, quru meyvələrlə də hazırlaya bilərsiniz. Və yaxud fındıqla, fıstıqla, yəni zövqə görədir. Mən bu gün küncütlə hazırladım. Baxın, belə durmadan qarışdırırsınız ki, qıraqdakilər də, yəni qıraqda əriyən şəkər tozu yanmasın. Tam belə əriyəndən sonra üzərinə 20 qram kərə yağı, yəni 1 xörək qaşığı qədər. Kərə yağını da əlavə edib, bunu da qarışdırıram, kərə yağı əriyənə kimi. Belə baxın, kərə yağı tam əridi, qazı söndürürəm. Sonra isə bayaq qovurduğum küncütü də əlavə edirəm içərisinə və qarışdırıram. Burada biraz tez eləmək lazımdır ki, karamel bərkiməsin. Və qıraqda isə yağlı kağız hazırlamışam. Yağlı kağızı sərmişəm. Məndə yaxşı yağlı kağızdır deyə mən yağ sürtmədim. Amma sizdə yapışan yağlı kağızlardandırsa, üzərinə biraz simiçka yağından hər tərəfinə gələcək şəkildə simiçka yağı çəkin. Sonra isə bu hazırlanan küncütlü qarışımı əlavə edin içərisinə. Baxın, belə biraz yayıram. Sonra isə qıraqlardan kağızını büküb üzərinə oxlovla keçirəm. Əgər sizin yağlı kağızınız, mən dediyim kimi, yaxşı deyilsə, belə eləyəndə çox yapışacaq. Məndə biraz yapışdı, amma qaynardı deyə yapışdı. Belə bıçaqla təmizləyirəm. Sonra isə burada yenə düzəldirəm. Sonra isə elə isti-isti kəsmək lazımdır. Çünki soyuyandan sonra kəsmək olmur. Belə cızıqlar qoyuram üzərinə. İstədiyiniz şəkildə, istədiyiniz boyda yəni kəsə bilərsiniz. Çox dadlı alınır, asan da alınır. Yəni mağazinə aldığınızdan qat-qat dadlı alınır. Baxın, belə sındırıb da göstərim. Biraz soyusun, sonra belə sındırıb nuş eləyə bilərsiniz. Çox dadlı alınır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və şərh yazmağı unutmayın. Çox sağ olun.